Davam eləyək uşaqlar. Yəqin ki 54-ü başa düşdük. 56. ABC üçbucağının AB tərəfindən D nöqtəsi, bax, bax. Görünür ekran. ABC üçbucağının, gəlin bax, A, B, B-ni də bura götürək, lap C-ni də bura götürək. ABC üçbucağının AB tərəfindən D nöqtəsi götürülür. D. BD-nin AD-yə nisbəti 2-nin 1-ə. BD 2K-dır, AD neçədir? 1K. Gəlin AD-ni lap biraz yaxın götürək ki, heç olmasa biraz oxşar arasında, oxşar. AD-miz neçədir? K. Və AY medianı isə CD parçası O nöqtəsində kəsişir. İndi CD parçasını çəkdikmi? Deyir ki, AY medianı, median qarşı tərəfi nə edir? Yarı bölür. AY medianı. Sahə də yarı bölünür da. O nöqtəsində CD ilə O nöqtəsində kəsişir. AD üçbucağının sahəsi 20. Bax, bu üçbucağın sahəsi 20-dirsə, 20-dirsə, bizə ümumi üçbucağın sahəsini soruşur, eləmi? Gəlin, bax, ümumi üçbucağın sahəsini soruşur. Bax, 20-dirsə, burada hündürlükləri eyni olan iki üçbucağı çəkirəmsə, bax, tutaq ki, mən buradan fərqan, buradan. O nöqtəsindən B-ni də birləşdirirəm. Birləşdirdim. B nöqtəsini birləşdirdik. Oturacaqları neçənin neçəyə nisbətidir? 1-in 2-yə nisbət. Onda sahələri də 1-in 2-yə nisbəti olur. Bura 20-dirsə, bura neçə olur? 40 oldu mu? Ay, sağ ol. 40 oldusa. Onda uşaqlar, gəlin bura biz bir dənə nə deyə bilərik? S deyə bilərəm. İndi axı O nöqtəsindən O-ya bizim üçün nədir? Median. Mediandırsa, bura S-sə, eyni qayda ilə burada S olur. Düzdür? Burada S olur. İndi gəl baxaq. Bura neçə oldu ümumi? 2S plus 40 oldu. Düzdür? 2S plus 40 oldu. İndi görək bura nədir? Mediandırsa, bura S plus neçədir? Bax, S üçbucaq. Bu bir ayrı rəhlə götürün, baxın ora. Bax, görürsünüz. A, Y, B. Bunun sahəsi ilə. Neçədir bu ümumi sahə? 60 plus S. S plus 60'dır, düzdür. Axı AY mediandır. Onda bizim A, S, Y də S plus 60 olmur. Onda bura S isə, bura nə qaldı? 60 qaldı. İndi gəl baxaq. S-dən çəkilən 80. CD parçası oturacağı 1-in 2-yə nisbətdə bölməyib. Onda o sahələr də 1-in 2-yə nisbətindədir. Düzdür? Deməli, mən bu 60 ilə 20-ni cəmi neçə eləyir? Bura 80-dirsə, onda bu 3 dənəsi neçə olur? 160. 80 də üstünə 160 gəlsə neçə eləyər? 240. Yəni 160 olan bildiniz hara oldu? Bax, S, A, S, D-miz 80-dirsə, S, B, S, D-miz neçə oldu? 160. Çünki oturacaqlar 1-in 2-yə nisbətindədir axı. Onda ümumi oldu, cəmi üçbucaq oldu. Neçə? 240. Hədə qalar? Sonra davam edək. Biraz sürətli şəkildə yazaq ki, çatdıra bilək. Düzbucağının bir təpədən çıxan tənböləni və diaqonalı arasındakı bucaq. Baxaq, uşaqlar. Düzbucaqlıdırsa, sinuslar teoreminə yazaq da, fərqən sinuslar teoreminə dedik. Bir dənə diaqonal, bir dənə də nədir? Tənböl. Bunlar arasındakı bucaq neçə dərəcədir? 30 dərəcə. Arasındakı bucaq, tənbölənin düzbucaqdan ayırdığı üçbucağın sahəsi 12.5. Bura 12.5-dirsə, bura 12.5-dirsə. Bizdən düzbucağının sahəsini soruşur. Düzbucağının sahəsi. Deməli, bu tərəf A-dırsa, bu da tənböləndirsə, 45 dərəcədirsə, burada A olurmu? Düzdür? Sahə 12.5-dirsə, düzbucaqlı üçbucaqdan A kvadratı bölək ki, 12.5-dirsə, A-mız neçədir? A bərabər 5.
A bərabər 5 isə bura bir dənə nə deyək? B deyək də, düzdür? B deyək. Bura 30 dərəcədirsə, bura 45 dərəcədirsə, bura nə qalır? 15 dərəcə. Düzdür? 15 dərəcə. İndi katetləri A-nı 5 tapmışamsa, 5 5-dirsə, onda bu hipotenüs neçə olur? 5 kökdə 2 olur. İndi gəlin baxaq da. 5 kökdə 2-nin nisbəti sinus 15-ə bərabərdir. B-nin nisbəti qarşısındakı bucaq neçədir? 30 dərəcə. Sinus 30 dərəcə. Da buradan sinus 15 dərəcəni 45 minus 30 yaza bilmirik. Buradan B sinus 30 da var da. Bəli, böl 2-də 1 də. Sinus 30 da 2-də 1. Buradan B-ni tapdıqmı? B-ni tapandan sonra düzbucağının sahəsi nəyi verib? E-ni vuraq uzunluğu. A vuraq A plus B. Buradan sayını hesablaya bilərsiniz. Yaxşı. Sinus 15 dərəcəni 45 çıxaq 30-dan keçmişdə trigonometriyanı yaza bilər. Sonra davam eləyək sürətli şəkildə. Deyin. Necə? 63. 63 ilə testin üstündə baxaq. AC BC-yə konqruentdir. AC BC-yə konqruentdir, onda bu düzbucaqlı bərabər yanlış bucaqdır, düzdür? AD də BD-yə bərabərdir. Onda bu qarşı tərəfə nədir? Perpendikulyardırsa, həm median, həm hündürlükdür. BY də YC-yə bərabər. Deməli, həm A mediandır, həm də CD mediandır. Bu medianlar ikinin bir nisbətdə bölünəcək axı. OD-miz 2-dirsə, onda OC-miz neçədir? 4. Bəli, 4. Biz də bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpə nöqtəsi çəkilən median hipotenüsün yarısıdır. Medianımız elə hündürlükdə axı 6-dırsa, onda hipotenüsümüz neçə oldu? Üçbucağın sahəsi oturacaq 12, hündürlük 6, oturacaq ilə hündürlük hasilinin. O da bizə neçəni verir? 36. Oldu Sadi? Sonra davam edək. 69-a baxaq görək. 60. Aha. Mərkəzi ABC üçbucağın AC tərəfi üzərində olan çevrə digər tərəflərə toxunur. Sahəsi 32 olan çevrənin radiusu 4 olur. Bayaqki məsələnin eynisidir fəqət. Bax, bir dənə üçbucaq çəkirəm. Mərkəz buradadır. Çevrə bax, çevrə buna digər tərəflərə görürsən toxundu. AC tərəfi üzərindədir. Üçbucağın sahəsi neçədir? Çevrənin radiusu nə verib? 4. Bax, bura A olsun, bura olsun B. Elə bizdən A plus B-ni soruşacaq. Bu üçbucağın sahəsi A, B üçbucağın sahəsi A vuraq 4 bölək. Radius 4-də axı. A vuraq 4 bölək 2-dirmi? BOC-nin sahəsi B vuraq yenə hündürlük. Hündürlük də radiusdur. Üstə gələk B vuraq 4 bölək 2-dirmi? İkisinin sahəsi neçəni verir? 32. Buradan A plus B-ni tapa bilmərik. Tənasüb deyil. Orta məxrac edirsən. 2-də 4A plus 4B isə 4-ü çıxartdıq qarşı A plus B bərabərdir 32. 2 ilə 4 get 2. A plus B də bərabərdir 16. Oldu? Bakın. Sonra baxaq 73-ə. 72. Eyni suallardır, eləmi? Baxaq. ABC üçbucağın A və C bucaqlarının təm bölənləri uyğun olaraq AD və C-dir. AC 9, baxaq. Oxuyaq görün. C-dir. AB 9, AC 18, SAYC-nin nisbəti, AYC haradır? AYC-nin nisbəti YDC-yə 3-ün 2-yə. Deməli, bu sahəmiz 3K-dırsa, bu sahəmiz neçə K-dır? Onda bu ümumi sahə neçə oldu? İndi
tənbölənlərin nisbəti, tərəflərin nisbətini vermir fəqət. Bu tənböləndirsə, görürsünüz, tənböləndirsə bu sayının nisbəti bu sayıya. İndi baxaq. Eyni qayda ilə 9-un 18-ə nisbəti. Bura deyək ki, x-dirsə, bura nədir? 2x-dir. Düzdür? 2x-dir. İndi bizdən haranı soruşur? BC-nin uzunluğunu tapın. BC-nin uzunluğunu BC. Ümumi 5x, ya 3x soruşur. 3x. Baxaq. Onda gərək biz buralara da 1 deyək. 2-nin 1 nisbəti. Sahil yaxşı. Bax 2k bura dedim. 2k bura dedim. 3k da bura. Çünki oturacağı eyni olan. İndi 2k 3k nisbətindədirsə, baxın. Baba bunu qoy biraz kiçik. Silək ki. YS tənbölənini görürsünüz. Heç burada x-lə ifadə eləmir. YS tənbölənini görürsünüz. 18-in nisbəti 3k-ya. Bərabərdirmi DC-nin nisbəti 2k-ya? Burada neçə olur bu? 18 bölək 3k bərabərdir DC bölək 2k. Buradan 2k'lar getdi. DC nəyə bərabərdir? 12-yə. Düzdür? 12. Təzədən B-yə nə deyirik? Onda yazırıq 9-un nisbəti x-ə bərabərdir 18-in nisbəti 12-yə. Buradan x bərabərdir 9 vuraq 12 bölək 18. Bir dəfəm, 2 dəfəm, bir dəfə, 6 dəfəm. B-dən də 6 tapdıq. Onda elə ümumi 5-in neçədir? 18. Oldu. Sonra davam edək. 2 dənə tənbölənin xassəsindən istifadə edirik. 2 dəfə. PT henüz deyil axı bu. Düzbucaqlı üçbucaq olduğunu. Aha. Sonra 9 bölək 18 bərabər 18 çıxır. Aşağı tərəf 18 demək 18 götürmür. Aşağının 18 olduğunu hardan? AS'ni vermir bax 18. Yox, BC-dir. Aşağıda 18 deyil. AC-nin 18. 12 bölək siyahıdır, mən biri alırım. Yəqin ki, nəsə... Davam edək, davam edək. Neçə fəqəm? 80. ABC üçbucağında uzunluğu 10 olan AB tərəfi üçün K nöqtəsi qeyd edilmişdir. Bucaqları bərabərdir. Hə, bu ki, sinüslər söylədim. Sinüslər yox. ABC üçbucağında uzunluğu 12 olan AB tərəfi üzərində K nöqtəsi qeyd olunmuşdur. ABC üçbucağında 12 uzunluğu 12 olan AB tərəfi üzərində K nöqtəsi qeyd olunmuşdur. Bu olsun K nöqtəsi. ASK haradır? Buradır, eləmi? ABC və ABC burada bərabərdirmi? İndi bax fəqən A bucağı həmi balaca üçbucaq AKC-nindir, həm də ABC-nindir. Bir üçbucağın iki bucağı bərabərdirsə, onda üçüncü bucağı. Bunun üçüncü bucağı buradır. Böyük bucağın A bucağı var, B bucağı var. Ümumi C bucağı nədir? Bura, düzdür? Qamma. Bu da olsun qamma. BK 9. B-dən K-ya qədər məsafə 9. Onda aşağı nə qaldı? 3 qaldı. A bucağı 30. Aysə bu. A bucağı 30 ise gəlin baxaq. Anı 30 da düz tapır. Da bucaq anı 30 demişdir. ASK üçbucağının sahəsini tapın. Aşağıdakı üçbucağın sahəsini. İndi gəlin baxaq. Bax, üçbucaq ASK oxşardır. Üçbucaq ABC. Oxşarlıqdan deyə bilərik. İndi oxşar üçbucaqlara görə. Böyük üçbucaqda alfanın qarşısındakı tərəf nə olsun? X, AC olsun. Balaca üçbucaqda alfanın qarşısındakı tərəf nədir? 3. Bərabərdir. Böyük üçbucaqda qammanın qarşısındakı tərəf nədir? Balaca üçbucaqda qammanın qarşısındakı tərəf nədir? X. Tənasib kimi vursa x kvadratı 36-dırsa, x-imiz neçədir? 6 tapdıq x-i. X-i 6 tapandan sonra AKC-nin sahəsini soruşur. Elə ki, üçbucağın, bax belə bir üçbucaqdır. Buranı 3 tapdıq. Buranı neçə tapdıq? Bura neçədir? Üçbucağın sahəsinin düstur var?
2'də 1 AB sinus alfa. 2'den 1 elde eləyir. O da A var, B var. Aralarındakı bucaq var. Sinüs 30 dərəcədə neçədir? 2'də 1. Hesablayıb taparsınız. Sonra davam eləyək. Neçə? 84. Qalıq olan desin. Çevrədə ABC üçbucağının AB və AC tərəflərinin uzantılarının BC tərəfinə toxunur. Çevrə ABC üçbucağının AB və AC uzantısına və BC tərəfinə toxunur. Bunu orada yazdıq. Burada fəqət biraz şəkili diqqətli çəkin. Görək sərgəli alınsa yaxşı olar. Bax, belə bir dənə üçbucaq çəkək. Sonra belə bir dənə üçbucaq çəkək. Bir dənə bax, belə. İndi deyir ki, çevrədir. Çevrədir. Səhv yerdən. Görək, onu mən nətər köçürdüb gətirə bilərəm aşağı. Başladığınız yer səhv oldu, deməli. Yaxşı, qoy geri qaydım o çevrənin. Üçbucaq da elə. Bax, bu da bizim fəqəm. Bu da bizim olsun çevrə. Bax, bu da olsun bizim çevrəmiz. Bax, buna toxunur. Çevrəni yaxşı çəkmədim. Mən bu çevrəni zaten proqramlaşdırdılar. Çevrən, yox, onu aktivləşdirəməmişim. Bax, indi deyir ki, A, B, bu da C elə. AB-nin uzantısına və AC-nin uzantısına. Bir də BC-yə nə edir? Toxunur. BC-yə toxunur. O şəkili bircə qırıqca sərgəli çəkək. Bir kərəcə sərgəli çəkək, Allaha xoş gedir. Buradan toxunsun, belə çəkək. Oldu çevrədə, indi təsəvvür edək ki, çevrəmiz. Elə bir sərgəli iş görə bilmədik. Tərəflər neçədir? Deyin, oxuyun görək tərəfləri. AB 10, AC, BC 17. Görsən, AB ilə AC-nin uzantısına toxundu çöldə. BC-yə də tərəfinə toxunur. Bu olsun çevrənin mərkəzi. Şöyle bax, A nöqtəsi ilə çevrənin mərkəzini birləşdirdim. Çevrənin mərkəzini birləşdirdim mi? Bax, bir dənə də bax, buranı, bir də bax, buranı birləşdirdim. Birləşdirdik. İndi fəqəm. A, B, O üçbucağını görürsən. AB, S, AB-nin sahəsi A, O, B-nin sahəsi bərabərdir. Oturacaq nədir? 2'də 1 vuraq. AB-miz nədir? 21. 10. Vuraq. AB tərəfinə çəkilən hündürlük. Buradan bura qədər hündürlükdürmü? Elə buradan bura qədər məsafə bizə nəyi verir? Yeri verir. 2'də 1 vuraq. 10 vuraq yer eləyər. İndi eyni qayda ilə baxın bu üçbucağa. A, bax. O, bax, bu üçbucağın sahəsi. A, O, C. S üçbucaq A, O, C bərabərdir. 2'də 1 vuraq. Oturacaq neçədir? 21. Vuraq. Oturacağa çəkilən hündürlük. Buradan çəkilən hündürlükdürmü? Burada nədir? Yadınıza gəlir. Körbucaqlı üçbucaqda biz deyək ki, bu təpə nöqtəsindən bu oturacağa aya çəkilən hündürlük nətər çəkirdik? A-nın uzantısına endirilmiş nədir? Perpendikulyar. Və A-nın uzantısına endirilən perpendikulyar da bizim nəyimizdir? Elm. Bu iki dənə üçbucağı gördük biz. 5 yer bərabərdir. Bax, bu iki dənə üçbucağı, ikisinin də sahəsini tapdıq da. Bu ikisinin sahəsindən mən bu qırmızı üçbucağın sahəsini çıxsam, üçbucağın sahəsi qalar. İndi o qırmızı üçbucağın sahəsi nədir? Yəni, hansı üçbucaqdır o? S, B, O, C. Onun sahəsi nəyə bərabərdir? 2'də 1. Burada da R var idi də bəyək. 2'də 1. BC-miz neçədir? Vuraq. Onun hündürlüyü nədir? Onun da hündürlüyü buradan çəkilən radiusdurmu?
17 vuraq yer. Yukarıdaki 21. 2 vuraq, hə, 21 doydu. Bax, 21 idi, mən 2 yazmışam, biri qaldı. 20. İndi bildik ki, yuxarıdakı sahələri toplayasaq, aşağıdakı sahəni çıxsam, üçbucağın sahəsi qalır. Tərəfləri verilmiş üçbucağın sahəsində Heron düsturu ilə tapa bilərikmi? Deyilmi? S bərabərdir P vuraq P minus A, P minus P minus B, P minus C. Burada P yarım perimetrdə dəsə. Səhv eləmirəmsə, uşaqlar 84 tapmışdı. İndi baxaq, hələs biz sahəni 84 demişik, bizə radius lazımdır. İndi baxaq, 2də 1-i 10-a vuranda neçə edir? 5. 2də 1 vuraq 10 er, üstə gəlsin 2də 21 er, çıxaq 2də 17 er da. Bu sahə bizə nə verməlidir? 2də 10 üstünə 21 gələndir. 31-dən də 17-sini çıxanda 14 er bərabərdirmi 84? Hər tərəfdən də 2-yə bölsəm 7 erimiz 84-dürsə, erə neçə qalır? 12. Deməli, çevirən radisi nədir? 12. Oldu? Sonra. Olar. Neçə? 85. Katetlər 10 olan bərabər yanlı düzbucaq üçün xarici oblastında tərəflərindən düzbucağın tərəflərinin uzunluqları konkret kvadrat qurulmuşdur. Baxaq. Tərəflər neçədir? Katetləri 10-dur, düzdür. Onda hipotenüs nə qalır? 10 kökdə 2. Xarici oblast tərəfləri üzərində uzunluqları düzbucaq tərəflərinin uzunluqlarına konqruent olan kvadratlar qurulmuşdur. İndi gəlin kvadratlar quraq bunu tərəfləri üzərində. Bax, bunun tərəfi 10 kökdə 2-dirsə, bu tərəfində uzantısı neçə olmalıdır? 10 kökdə 2. Bu tərəf 10-dursa, bu tərəfdə olmalıdır 10. Bu tərəf neçədir? 10-dursa, burada olmalıdır 10. Düzdür? Təpə nöqtələri kvadratların simmetriya mərkəzlərində yerləşən kvadratın sahəsini tapın. Kvadratın simmetriya mərkəzində yerləşən üçbucağın sahəsini tapın. Deməli, nədir? Bu kvadratların simmetriya mərkəzləri nəyi verir bizə? Diaqonalların kəsişmə nöqtəsi. Bu kvadratın simmetriya mərkəzi bunun diaqonalının kəsişmə nöqtəsidir. Bu kvadratın simmetriya mərkəzi bunun yəni bu buradan əyri gəlmir də, bu düzünə gəlib, belə gəlir. Bax, bu 3 dənə nöqtəni gördünüz. İndi bizə lazımdır uşaqlar. Lazımdır. Bax, buradakı 3 nöqtəni birləşdirən üçbucağın sahəsi. Bax, qırmızı xəttlə göründü üçbucağımız. Həmən üçbucağın sahəsi lazımdır. İndi uşaqlar, kvadratın bax, bu tərəf 10-dursa, bunun diaqonalı neçədir? 10 kökdə 2-dirsə, elə burada 5 kökdə 2-dir, burada 5 kökdə 2-dir. Düzdür? Onda bura neçə oldu? 10 kökdə 2. 10 kökdə 2-dirsə, onsuz buralar nədir bizim üçün? 10, 10-dur da, düzdür? 10, 10-dursa. Eyni qayda ilə fəqət. Bax, buradan çəkilən hündürlük elə bunun üzərində qurulmuş kvadratın diaqonalı deyil. İndi ölçümüz biraz. Piramida deyil. Görsən? Kvadrat, onsuz bura neçə oldu yenə? 10 kökdə 2. Elə bil ki, oturacaqda 10 kökdə 2-dir. Hündürlük də 10 kökdə 2-dir. S nə bərabərdir? 10 kökdə 2 vuraq 10 kökdə 2 bölək. 2 ilə kökdə 2-lər getdi, qaldı nə? 100. Sahə 100 verir. Yəqin ki, sahə 100 olardı. Bəli, o piramida deyil. Piramida deyil. 85 idi. 100 idi. Oldu?
Məncə başa düşülən oldu. Yəni bərabər yanlı üçbucaq oldu ki, sonra davam edirik. 115. 115 fəqan. 115'e qədər yoxdur ki qalığı. Bizə görə 112'ni yazmışdın. bunlar George. Hayır, fəqan. Allah yaşamıyor. 112. ABCD dördbucaqlısında AS diaqonalı DN parçası ilə M nöqtəsində kəsişir. DN BC-yə parabab, bu BC ilə M-in paralel olduğuna görə biz burada üçbucağın paralellik xassəsindən istifadə edəcəyik. Oxşar üçbucaq yaradacağıq. Buradakı ANM üçbucağı var. ANM üçbucağı Süt uzan böyle tutulan ABC üçbucağına oxşar olacaq fəqan. NM-in M-dəyə nisbəti 1-in 4-ü. NM 1K-dırsa, 4K. DM neçə K-dır? 4K-dır. AM-in sahəsini neçə verib? 1. Onda o 4 o da. Onda bu sahə neçə olur? 4. Hündürlükləri eyni olan iki üçbucağın sahələrin nisbəti tərəflərin nisbətinə bərabər. Amma CDM-i neçə veribdi sahəsini? 8. CDM-in sahəsini 8 verib, düzdür? CDM. İndi gəl baxaq. Bax, görürsünüz üçbucaq ACD-nin sahəsi. İşte hər ikisi üçün hündürlük, yəni hündürlük hər ikisi üçün eynidir da. Bu sahə neçədir? Bu sahə neçədir? 8. Onda bu tərəfin, yəni AM-in MC-yə nisbəti 1-in 2 olacaq. Yəni bura x-dirsə, bura nədir? 2. 2x oldu. İndi gəlin bax burada bir ifadəyə baxaq. Bax bunu silək, buradan baxaq o şərtimizə. Ulaşılıp kopyalanmamış. Bax, bunun sahəsi neçə idi? 1 idi elə. Ayın. Bura x dedimsə, bura neçə x dedik? 2. Üçbucağın oxşar üçbucaq oldu. O üçbucağın sahələrin nisbəti, bax buranı da deyirəm S. Orada da Böyük üçbucağın sahəsinin kiçik üçbucağın sahəsinə nisbəti bərabərdir. Böyük üçbucağın tərəfi neçədir? 3x-in balaca üçbucağın tərəfi neçədir? X-ə nisbətinin kvadratı. Böyük üçbucağın sahəsi S olsun. Balaca üçbucağın sahəsi nədir? 1. Düzdür? Buradan x-lər getdi. Böyük S-i neçə tapdıq? 9. Yəni buradakı S bizə böyük S vermir. Ha, buranın sahəsini vermişdi. Bu da neçə olar? 8. Bizdən haranı soruşur? ABC-ni. Elə ABC-ni soruşursa, S üçbucaq ABC-ni neçə tapdıq? 9. Bildin? Sahələr nisbəti tərəflər nisbətinin kvadratıdır. Bax, budur ay Sadiq. Tutaq ki, sənin böyük üçbucağının oturacağına paralel çəkmişdirsə, bura x-dirsə, bura neçə x idi? Bu balaca sahə Eşidi o 4'te 1 idisə, bax, böyük sahəyə x-dir, s deyirəm, düzdür? S-in nisbəti balaca sahə nədir? Bərabərdir. Böyük üçbucağın tərəfi neçə x-dir? 3x. Balaca üçbucağın tərəfi nədir? Tərəflər nisbəti nə olur? Buradan x-lər getdi, 9. Görürsən, böyük S-imiz 9. Oldu. Sonra 13-14 yazmışsınız mı? Yazmışsan fəqan? 25. Bərabər yanlı düzbucaqlı üçbucağın hipotenüsünə çəkilən hündürlüyü üzərində qurulmuş kvadratın bir tərəfi həmin hündürlükdür. Bərabər yanlı düzbucaqlı üçbucaq çəkək. Bərabər yanlı düzbucaqlı üçbucaqda bilir ki, katetlər bərabərdir. İti bucaqlar neçə dərəcədir? 45-45-də düzdür. Görək bizə lazım olacaq, yoxsa yox. Hipotenüzə çəkilən hündürlük üzərində qurulmuş kvadrat. Gəlin elə biz buradan kvadratın sahəsi 7,3-dür.
Bu H-dır da bizim üçün, düzdür? Bərabər yanlı düzbucaqlı üçbucaqda. Düzbucaq təpəsindən çəkilən hündürlük həm də nədir? Mediandır, düzdür? Gəlin belə deyək biz onda. Bura H-dırsa, onda hündürlük nə olur? Bu hipotenüs nə olur? 2H. 2H olur, elə? Bizə veribdir ki, həmən bu hündürlük üzərində qurulmuş kvadratı, bu H üzərində qurulmuş kvadrat deyəndə, H-ın uzunluğu nədirsə, onun üzərində bir kvadrat qurmuşsan da, bu kvadratın sayısı nə olur? H kvadratı 7/3-dürmü? Bu üçbucağın kateti üzərində qurulmuş kvadratın sayısını tap. İndi bizim hipotenüsümüz 2H-dırsa, katetlərimiz nə olur? Bərabər yanlı. Neçə mislidir bərabər yanlı üçbucaq? Bəli, onda bizim katetimiz kökdə 2H imiş ki, kökdə 2-yə də vuranda 2H. İndi katet üzərində qurulmuş kvadratın sayısını. Yəni bizə nə lazımdır? Kök altda 2H üzərində qurulan, bu da bizə verir 2H-ın Kvadratı. H kvadratını neçə veribdir? 7/3. 2-ni də 7/3-ə vuranda neçə eləyər? 14/6. 14/6. Oldu Fəqan? Bir də həmən 80 oynayır. Baxacaq, qaydacam sənin sizin qalıqlarınıza baxam. 7 var. Neçə? 17-yə. D AB-yə perpendikulyardır, DF də BC-yə perpendikulyar, ADF 120 dərəcədir. D plus DF-i tap. AB ilə AC-ni neçə verib? AB BC-yə bərabərdir. Tərəfində seç. Gəl belə eləyək. Bax, B ilə D-ni birləşdirir. B ilə D-ni birləşdirir. Onsuz bura da H-dırsa, bura da H-dır, düzdür? Niyə? Çünki burada 60 dərəcədir. Burada 30 dərəcədir. Eyni qayda ilə. Bu bərabər, yəni bir dəqiqə, onlar bir-birinə bərabərdir, amma bu orta nöqtə olduğunu deyə biləcəkmi? Bir dəqiqə. Üçbucaq bərabər tərəfmişdir. Verib. Bir canı 60 qalır. Bərabər yanılsam. 120, bura 60 tapdıqmı? Hədə onda hər biri nədir? 60. 60 dərəcə, 90. Onda bura nə qalır? 90. 30 dərəcə. Bunu birləşdirsək, biz dediyimizə gəldi da. 30, 60, 30, 60. HH. Bura 60 dərəcədirsə, bura 60 dərəcədirsə, bura 90 dərəcədirsə, bura nə qalıb? 30. İndi gəl baxaq Fəqan. Bura neçə dərəcədir? 90. Bura neçədir? 8. 8. Düzbucaqlı üçbucaqdır, elə bil ki, baba, belə bir düzbucaqlı üçbucaqdır. BC-dir. Bura 8-dirsə, 30 dərəcə qarşısında duran katet. Bura 4-dürsə, bura nə oldu? 4/3. Elə DF də DY-yə bərabərdirsə, buradan bura düzbucaq təpəsindən çəkilən hündürlük nəyə bərabərdir? Lap yenə deyək. Bura neçə dərəcədir? 30 dərəcə qarşısında duran katet hipotenüsün yarısısa 2/3 oldu bura. 2/3, bu 2/3-də. Bu cəmi neçə edir? 4/3. Yox deyil cəmi. 4/3. Yəni 30 dərəcənin xassəsindən istifadə elədik də. Oldu? Qurtardı? Deyin, siz deyin. 88-ə baxırıq, eləmi? 88-i Fəqan yazmısan? 88-i izah elə görüm nətər yazmısan? 88. Yaxşı, gəlin baxaq. Yazamayız Fəqan. Uşaqlar, şıtırlanmış hissənin sayəsini soruş. Bura baxın. Fəqan. Bu odan deyə bizim üçün nədir? Çevrədən ortasını Odan deyə bizim nədir? Radiusumuz. DO AS'yə paraleldir. Bax, bu DO AS'yə paralel. Mən bu DO-nu uzatsam, uzantısını çək. A təpə nöqtəsindən bu OD-yə çəkilən hündürlük buradan bura endirilən perpendikulyar deyilmi?
Bunu C-dən də oyaq çəkilən. C-dən də oya çəkilən bizim üçün nədir? Kvadrat. Nədir? Çevirən nə idi? Bura radiusdur. Onda bura nədir? Bura bax fəqən. Bura radiusdur, o da radius olur. Bu üçbucağın sahəsi oturacaq nədir? R. Oturacağa çəkilmiş hündürlük nədir? Bölək 2. Bərabər neçə verir? Buradan R neçədir? 8. Çevirən radiusundur. Şəkil çəkim görmürəm. Yoxlayanda məncə onun qarşısına plus minus yazmaq olar ki, çıxaqların hamısını soruşmaq lazım. Hə. Sonra deyin. Neçə kim yazmışdın Sadi? Hə? Varsa qalğın deyin.